Pepsi'nin donanma komandiri olduğu illər. Hər şey 1959-cu ildə Moskvada keçirilən Amerika Milli Sərgisində başladı. Pepsi'nin rəhbəri Donald Kendall, ABŞ vitse-prezidenti Richard Nixonun köməyi ilə Sovet lideri Nikita Xruşova bir stəkan Pepsi içirtdi. Xruşov içkini çox bəyəndi və bu, Pepsi'nin SSR bazarına girməsi üçün ilk qapını açdı. 1970-ci illərdə Pepsi rəsmi olaraq SSR-yə girən ilk qərb brendi oldu. Lakin böyük bir problem var idi. Sovet rublu beynəlxalq bazarda heç bir dəyərə malik değildi və ölkədən kənara çıxarılması qadağan idi. Pepsi və Sovet hökuməti nağd pul əvəzinə barter, dəyiş-düyüş sisteminə əl atdılar. Razılaşmaya görə Pepsi Rusiyaya kola siropu göndərirdi. SSR isə bunun əvəzinə Pepsi'yə məşhur Stoliçnaya araqlarını verirdi. Pepsi bu araqları ABŞ bazarında sataraq öz gəlirini götürürdü. 1980-ci illərin sonunda Sovet xalqı o qədər çox Pepsi içirdi ki, artıq Stoliçnaya araqları bu borcu ödəməyə bəs etmirdi. Üstəlik, ABŞ-ın SSR-yə qarşı tətbiq etdiyi bəzi sanksiyalar araq satışını çətinləşdirmişdi. 1989-cu ildə yeni bir müqavilə imzalandı. Sovetlərin nağd pulu yox idi, amma köhnəlmiş hərbi texnikası çox idi. Pepsi'yə ödəniş olaraq bunlar verildi. 17 ədəd sualtı qayıq, 1 ədəd kreyser, 1 ədəd fregat, 1 ədəd destroyer, eskadrilya minadaşıyıcısı. Bu sövdələşmədən sonra Pepsi bir anda hərbi gücünə görə dünyada 6-cı sıraya yüksəldi. Bu vəziyyət o qədər gülməli və absurd idi ki, Pepsi'nin CEO-su Donald Kendall ABŞ-ın Milli Təhlükəsizlik müşavirinə zarafatla belə demişdi: "Biz Sovet İttifaqını sizdən daha sürətlə tərk silah edirik." Təbii ki, Pepsi bu gəmilərlə müharibə etmək niyyətində değildi. Şirkət bu donanmanı qəbul edən kimi onları Norveçdəki bir gəmi söküntüsü zavoduna metal qırıntısı kimi satdı. Əldə olunan gəlir isə Rusiyadakı Pepsi zavodlarının genişləndirilməsinə xərcləndi. Bu hekayədən çıxacaq dərs, bəzən satış etmək üçün müştərinin şərtlərinə, hətta bu şərt bir donanma olsa belə uyğunlaşmalı və yaradıcı həllər tapmalısan. Pepsi sadəcə içki satmadı, həm də beynəlxalq diplomatiya və logistika dərsi keçdi.